Dua. Yəqin ki, bu sözü eşidəndə çoxumuzun ağlına ilk olaraq qaydalar, vəzifələr, bəlkə də dini bir ritual gəlir. Amma gəlin bir anlıq dayanaq. Bəs əgər dua bunların heç biri deyilsə, bugün biz duaya tamamilə fərqli bir pəncərədən baxacağıq. Onu bir öhdəlik kimi yox, əslində nə qədər dərin bir üstünlük olduğunu birlikdə kəşf edəcəyik. Hər şey, bilirsiniz, İsa'nın şagirdləri ilə başlayır. Onlar onsuz da dini qaydalara görə hər gün dua edən insanlar idilər. Amma onlar İsa'nın duasında tamam başqa bir şey gördülər. Bu, sadəcə sözlərin təkrarı deyildi, yox. Bu canlı, güclü, insana sılh gətirən bir ünsiyyətdir. Elə buna görə də ona müraciət etdilər ki, Ya Rəbb, bizə dua etməyi öyrət. Yaxşı, gəlin bir düşünək. Əgər dua sadəcə bir sıra qaydalardan ibarət deyilsə, onlar niyə onu öyrənməyə ehtiyac duyurdular ki? Çox maraqlı sualdır, deyilmi? Cavab odur ki, onlar başa düşürdülər ki, İsa'nın duası Allahla yaxın olmağın bir sirridir. Bu, sadəcə qayda deyil, öyrənilməsi vacib olan bir münasibət qurma sənəti idi. Və bu da bizi əsas sualımıza gətirib çıxarır. Dua bizim üçün nədir? Yerini yetirməli olduğumuz bir öhdəlik, yoxsa sahib olduğumuz bir üstünlük? Gəlin indi bu iki fərqli baxış bucağını dərindən araşdıraq. Baxın, bu cədvəl əslində bütün məsələnin mahiyyətini çox gözəl göstərir. Sol tərəfdə öhdəlik anlayışı var, qaydalar, məsafə, hətta qorxu. Sağ tərəfdə isə üstünlük var, yəni ünsiyyət, yaxınlıq və sevgi. Bizim bütün bugünkü söhbətimiz əslində soldakı düşüncə tərzindən sağdakına doğru bir səyahət olacaq. Yaxşı, bəs bu fərq haradan yaranıb? Bunu anlamaq üçün gəlin hekayənin ən əvvəlinə qaydaq. Allahla insan arasındakı o mükəmməl ünsiyyətin necə başlayıb, sonra necə itirildiyi və ən əsası necə bərpa olunduğu hekayəsini. Bilirsiniz, ən başlanğıçda Ədəm bağında vəziyyət tamamilə fərqli idi. Deyilir ki, Allah və insan bir yerdə gəzirdilər. Təsəvvür edin, ünsiyyət birbaşa idi, daimi idi. Amma sonra günah araya bir ayrılıq saldı. O gözəl yaxınlığı qorxu əvəz etdi və insan Allahdan gizlənməyə başladı. Lakin hekayə xoşbəxtlikdən burada bitmir. Allah İsa Məsih vasitəsilə bu qırılmış münasibəti bərpa etmək üçün yenidən bir yol açdı. Və bax bu, duanın əsl mahiyyətini, əsl mənasını ortaya qoyur. Unutmayın, dua bizim göylərə çatmaq üçün göstərdiyimiz bir cəhd deyil əsla. Əksinə, dua Allahın bizim üçün özü açdığı bir qapıdır. O bizi içəri, öz huzuruna dəvət edir. Fərqi görürsünüzmü? Bax, bu bərpa olunmuş ünsiyyət münasibətimizin təbiətini kökündən dəyişir. Artıq söhbət hansısa bir hakimə hesabat verməkdən getmir. Söhbət bir ata ilə görüşməkdən gedir. İsa'nın şagirdlərinə duanı məhz bu sözlərlə, ey göylərdə olan atamız, başlamağı öyrətməsi o dövr üçün sözün əsli mənasında inqilabi bir fikir idi. Düşünün, o Allahı uzaq, əlçatmaz bir varlıqdan çıxarıb, bizi sevən, qayğımıza qalan, bizə çox yaxın olan bir ataya çevirdi. Bu, həqiqətən də hər şey dəyişir. Bu slayddakı müqayisə məncə çox güclüdür. Bir tərəfdə qul var, o qorxudan itaət edir, bir öhdəliyi yerinə yetirir. Amma digər tərəfdə övlad var. Övlad sevgidən atasına yaxınlaşır, o bir münasibət axtarır. Bilirsiniz, dua bir öhdəliyə çevriləndə insanı tez yorur, bezdirir. Amma dua ata ilə bir görüş olanda insan bu vaxtı səbirsizliklə gözləyir, onu öz axtarır. Və bu fikri ən mükəmməl şəkildə təsvir edən hekayə yəqin ki, itmiş oğul məsələdir. Yəqin çoxunuz eşitmisiniz, atasının evini tərk edib hər şeyini israf edən oğul geri qaydanda nə gözləyirdi? Əlbəttə ki, cəza. O, hətta nə deyəcəyini, necə üzr istəyəcəyini belə əvvəlcədən hazırlamışdı. Amma atanın reaksiyasına bir baxın. O, oğlunun özünü təqsirləndirməsini, hesabat verməsini gözləmədi. Hələ oğlu uzaqda ikən onu gördü, ona rəhmi gəldi və nə etdi? Qaçdı, boynuna sarıldı və onu öpdü. Bu qəzəb deyildi, bu şəfqət idi. Bu mühakimə deyildi, bu qəbul idi. Tam bir qəbul. Baxın, ən vacib məqam budur. Ata oğlundan hesabat istəmədi. O, sadəcə münasibəti bərpa etdi. Dua da eyni ilə belədir. Dua, bizim fəaliyyətimiz, yaxşı və ya pis əməllərimiz haqqında bir hesabat deyil. Dua, atanın o isti, sevgi dolu qucağına qayıdışdır. Yaxşı, bəs bütün bunların praktikada mənası nədir? Duaya bir məcburiyyət kimi yox, bir üstünlük kimi baxmaq həyatımıza nə verir? Cavab budur ki, o həyatımızda real bir güc və sülh mənbəyinə çevrilir. Müqəddəs yazılardakı ən heyrətamiz vədlərdən biri budur. Allah dinləyir. Bir anlıq bunun dərinliyini düşünün. Bütün kainatın yaradanı bizə səslənir və deyir,
Mənə səslən, mən sənə cavab verəcəyəm. Bu, qadir Allah tərəfindən eşidilmək kimi inanılmaz bir şərəf, inanılmaz bir üstünlükdür. Məs o narahatlıq və qayğı anlarında nə etməliyik? Həyat hamımız üçün çətindir. Müqəddəs kitab bizə çox sadə 3 addımlıq bir yol göstərir. Birincisi, heç nəyin qayğısını çəkməyin. İkincisi, hər bir xahişinizi, ehtiyacınızı duada Allaha bildirin. Və üçüncüsü, ən vacibi, bunu şükür edərək edin. Bax bu, o axtardığımız sülhü tapmağın açarıdır. Burada çox vacib bir məqamı anlamaq lazımdır. Dua həmişə bizim xarici şəraitimizi dərhal dəyişmir. Amma bir şey var ki, o, hər zaman şəraitin içindəki insanı dəyişir. Zindanda olan Pavel və Silanı xatırlayın. Onların duası nəinki zəlzələyə səbəb oldu, həm də çətinliyin ortasında onlara daxili güc verdi və hətta başqalarının xilasına vəsilə oldu. Və bütün bunların təməlində əlbəttə ki, Məsih durur. Məhz onun sayəsində, onun bizə açdığı yolla biz Allahın lütf taxtına qorxu ilə yox, cəsarətlə yaxınlaşa bilirik. Biz ora bir öhdəliyi yerinə yetirmək üçün deyil, ehtiyac duyduğumuz lütfü və mərhəməti tapmaq üçün gəlirik. Beləliklə, gəlin söhbətimizi yekunlaşdıraq. Bütün bunlardan sonra dua nədir? Dua insanın boynuna qoyulmuş bir yük, bir vəzifə deyil. O, bərpa olunmuş ünsiyyətdir. O, Allahın övladı olmaq üçün səmimi bir dəvətdir. Qısacası, dua Allahın bizə verdiyi ən böyük, ən qiymətli hədiyyədir. Və bu araşdırmanı bitirərkən istəyirəm hər birimiz özümüzə bu çox vacib sualı verək. Mənim üçün dual nədir? Yerinə yetirilməli bir hesabat, yoxsa atanın o sevgi dolu qucağına qayıdış? Cavab hər birimizin öz qəlbindədir.